İmaməli ahənginin amuzişi. Bu ahəngimiz, kökümüz re olacaq. Yəni orta simlər qabaq simlərindən bir səsdir. Pərdəmiz, mi pərdəmiz çəkiləcək biz əlinə mi bemol. Mi bemol pərdəmiz miyə yaxın olacaq biraz. Çəkəcək aşağı miyə yaxın olsun. İstilahən buna mikron deyirik. Bu ahəngdə tatamra mizrabı işlənəcək. Tatamra mizrabın bir seridə deyirəm, re üstündə rast çəp-çəpdir. Tatamra mizrabını deyirəm. Tatamra bu halətdə olur ki, o səsi çıxardır mizrablar. Tatamra. Rast çəpi səri vururuq. Adca məşqdən sonra ikinci çəpi vururuq. Bu halət. Tatamra. Bu halət işlənəcək. Əvvəl mizanımıza geçək. Üçüncü barmaq la pərdəsində, birinci barmaq soldadır. Lada rast çəp vuracaq, bir dənə rast çəp mizrab, müntə rastın mizrabın zamanı çoxdur. Adca rastlıda dayanacaq, sonra çəpi vuraq. Bu halət. İkincisi yenə rast çəp, la, sol. Bunun da rastında bir dənə işarə cülü barmağına vuracaq, si bemollar. Rastı vurandan sonra. Sonra götürüb çəpdə, solda çəp mizraf vururuq. Bəs lada işarə, sol çəp. Baham çalsa olur la 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 sol. Gedək ikinci, idaməsinin ikinci mizan. Yenə solda birinci barmağının tatamra mizrabı vuracaq. Yenə tatamranı bayaq dedim. Rast çəpə səri, bir dana da çəp, 3 mizrab olur.